Köhnə binalarda yaşayanların nəzərinə Bakıda böyük söküntü işləri başlayır. Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Report xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə eləyir. Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilib və ölçü işləri aparılıb. Nazirlər Kabinetinin qərarlarına əsasən kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək. Bakının yeni baş planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq. Həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq. Müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək.